Selamünaleyküm dostlar. Uzun bir aradan sonra Metro Royal videosuyla karşınızdayım. Gördüğünüz gibi çantamız sıfırlanıbdı, olan her şeylerimiz gedibdi. Sezon qurtarmağından tam olarak haberim yok idi. Onu da keçən sezon əfsanə ola bilmədik. Etkinliklərdən bu iki dənə sandığı aldıq. İndi sizinlə birlikte açacağıq. Premium zırh paketini açdıq. 6 səviyyə zırh verdi. Qəşəng. Sonrasında nihai silah paketini də alırıq. Yaxşı silah vermədi, amma oynamaq olar. Həmişə başlayanda verdiyi kimi 500.000 Metro Royal pul verdi. İndi kara borsadan 1-2 dənə silah zad alıb oyunumuza başlayacağıq. Biz sumkamızı düzəldək, ondan sonra oyunumuza keçid edək, oyunda görüşmək üzrə deyək. Və oyuna keçidimizi elədik. Hər dəfəsindən fərqli olaraq gördüyünüz kimi enerjimizi itməmişik. Çünkü silah almağa belə pulumuz qalmadı. 98 dənə mərmi ilə oyuna girmişik. Səni vurmağa indi bu dəqiqə problem yoxdur. Canımız da getdi. Boşa güllə atmamağa çalışacağıq. Bombanı bot atır, mən 2 dəfə gördüm onu. Tüneldən devam edəcəyik. Həmişə kimi ilk növbədə təməl moddan başlayırıq. Lootumuzu artırırıq. Tuneldəki lootları yığırıq. Sonrasında onları satarakdan pul eləyib MK falan alıb yüksəlirik. Esiləri oto eləmişəm. Pul atmaq istəmirəm. Adamla falan fight atanda görəcəyik. Səs-küy çox olacağından indi buradan keçid eləyəcəyik etkinlik yerinə. Yəni bura qədər gedəcəyik falan. Beləcə çıxış eləyərək ora. Keçid eləyək etkinlik alanına, orada görüşmək üzrə deyək. Birinci dəfə də oynayıram bu arada modu. İndi sizlə bir yerdə yoxlayacağıq. Görək ora nədir. Maraqlı gəldi mənə. Orada eğer heç bir şey olmasa təzədən qayıdacağıq tunelimizə, buradan lootlayacağıq. Və çıxan kimi buradan botumuzu aldıq. Silahını falan götürüyorlar. Lazımlı şeyler. Hər şey lazımdır bunlar. Bunları yalan yerə yığaq sumkamıza. Neyse, böyük ihtimal paslı güllə ilə oynayıram, öləcəm indi. Amma alacam yox. SLR-la oynayıb alacam. SLR-ın otosuna güvənirəm. MK vs SLR görək. Simul. Bunun içindeki Thompson'landı.
Gəlsə alaram. Gəlmir də bu. Uy, mən nə edirəm? Mən nə oyun çıxardıram? Bir görə bulutlar mənə çox lazımdır. Neyse. Yığarıq indi olar. Yəni görək. 2 səviyyə yeleyi at, bunu at. Bunun içində nədir ki bu? Bizim nə işimizə yarayır ki? Ye. Temel özellikler. Geri sarma bıçağı ama bir işe yaramır axı bu. Neyse. Bunun heç qiymət də yoxdur. 75 kilodur. Bunun heç ehtiyacımız yoxdur. Parlatılmış cümleler. Bence çölə çıxmağın çox şey yaradı. Yəni ki, paslı cümləni at. 7.62 parlatılmış. Lazım ola bilər. Aynen. Orada ile pus. Sonra şey olan kimi sırası şeyle. Adı nədir onun? Bu bıçaq ne işe yarayır bunu bilmədim hemen. Neyse. Onu götürməyəcəm. Bu kimlər için. Pus. Sonra da gördüyün kimi bombanı çəkdiyimi görən kimi də hoppanmağa başladı. Özlerine oyuncu değiller de bunlar da indi. 800 sıfır değerle girmişdik içeriye. 800 lira değerimiz. Toplam değer. 5 tane de leş almışıq. Geçək. Bu oyundan hem qəşəng xal alacağıq. Hem de ki qəşəng Metro Royal pulu ilə çıxacağıq buradan. Sıradan mərmi ilə girir. Cəmaət hamısı sıradan mərmi ilə girir. Çox da yəni bəlkə də qəşəng loot verir. Mən gec gəlmişəm, bilmirəm. Amma yəni bəyənmədim də, belə deyim. Yəni buradansa aşağını lootlasam milyon dəfə daha çox lootla çıxaram da. Yaxın tunelə giriş, okey, buradan girərik. Gedək bura. Tunelə girək, içərini lootlayaq, qəşəng. Keçid eləyək tunelimizə. Ariyaları lootlayaq, ən salamatı buralarda yəni ki. Buranı da lootlayıblar. Bu pis oldu şey. A nöqtəsindən çıxmalıyıq Ariyadan. Gedək çıxaq, qəşəng. Əlimizdə olanları sataq. Ondan sonra bir tane sistem düzəldək tam olaraq. Videomuzu sonlandıraq sonra. Yəni 1 milyon dəyər. 0 lootla girdikdə yəni 10 dənə kitimiz var yoxsa. Elə bildim kitlər götürməmişəm. 10 dənə kitimiz var yoxsa bizim. 0 dənə kitlə girmişdik. Nə bilim 0 enerji ilə girmişdik. Biraz mərmi işlətdi, amma yəni ki o da adamları vurmaq üçün. Adam bildiğin hər yeri lootlayıb. Yəni belə loot atmaq yoxdur da. Biz onu da satacağıq hələ biz. Yəni biz onun da qiyməti var da biraz. Nə qədər qiyməti var bilmirəm amma var. O adam da elə bu yolu gedibdir. O qədər yolu qaçmayaq. Qaçaq, qaçmağına prosto
göstərməyəcək sizə. Boş vaxt getməsin. Keçid eləyək çıxışımıza, orada görüşmək üzrə. Və gəldik, çıxışımıza da çatdıq. Yeni sezon, yeni mod, ilk oyunumuz və toplam qazanc 657.000, toplam öyə dəyəri 1.760.000-dirmi? 1.076.000. 1.076.000. 466 xal aldıq. 6 nəfər vurmuşuq. Qəşəng. Gözəl bir oyun keçirtdik. Keçid eləyək lobimizə. Sat deyək. Buradan götürdüyümüz hər şeyi sataq deyəcəkdim ki, kitləri çıxartmaq lazımdır. Sarğını çıxart. Bunları tez çıxardaq buradan. Mərmiləri də çıxardaq. Keçid eləyək, sataq bunları. Burada qalan hər şey satılacaq. Okey. Nə qədər gələcək bizə? Ona baxaq. 551.120. Məncə gözəl oyun oldu. Bunları da sataq. Tam 0 Metro Royal pulumuz var idi. P90 yaddan çıxmışdı. 5.000'ə də bunu satacağıq. Amma bir dəqiqə. Ayrı-ayrı sataq da. Deyən görüm. Ayrı satmayaq. Okey. Yapılandır. Bunu tax bura. Birlikdə sataq bunları. Qılınc, xəncər də sataq. Və 564.000 və görevlərdən də 40-50.000 götürdük. 605.000 parlatılmış mərmilər qalsın, satmağa ehtiyac yoxdur. Silahımızla yeləyimizi təmir eləyək. Tam olaraq bir oyundan 586.000, 570.000 deyək, 587.000 deyək. 587.000 dəyərlə çıxdıq. Bunları da götürəndən sonra daha da yoluna düşəcək hər şey. Bir videomuzun daha sonuna gəldik deyirəm. Videonu bəyəndinizsə, bəyənməyi, zəhmət olmasa kanala abunə olmağı unutmayın. Videolarımız get-gedə düşüşdədir, yəni əvvəllər daha çox izlənmələr var idi. Zəhmət olmasa videoları paylaşaq, bəyənək, dəstək olaq, kanalımız daha da artsın. Gələn videoda görüşmək üzrə deyirəm. Bye bye.